Artıq bir neçə ildir ki, ölkəmizdə icbari tibbi sığorta sahəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə vətəndaşlara xidmət göstərilir. Görülən işlər barədə biz də Milli TV olaraq dəfələrlə hazırladığımız süjet və reportajlarda vətəndaşlara icbari tibbi sığorta xidmətinin göstərdiyi keyfiyyətdən və yeniliklərdən söz açaraq bir çox məlumatları izləyicilərin diqqət və nəzərinə çatdırırıq. Əziz izləyicilər, biz bu günləri Akademik Mir Qasımov adına Respublika Klinik Xəstəxanasındayıq. Bildiyiniz kimi son illərdə icbari tibbi sığorta xidmətləri fəaliyyət göstərir. Respublika Klinik Xəstəxanasında da icbari tibbi sığorta fəaliyyəti var və müalicə olan xəstələrə biz yaxınlaşacağıq. Bu xəstəxanada nə dərəcədə razıdırlar? Sığorta ilə gələn xəstələri dinləyib sizlərə təqdim edəcəyik. Əlizadə Bəhruz Malişoğlu. Nəyə bağlı yaxınlaşmışsınız bu xəstəxanaya? Xəstəxanaya yoldaşımla əlaqədar yaxınlaşmışdım. Problemi nədir? Boğazla əlaqədar dişlə vurmuşdu boğazına, şişmişdi boğazı. Şimdi hal-hazırda necədir? Yaxşıdır, Allah'a şükür. Bu xəstəxanada müalicəsini aldı mı? Aldı, Allah doktoruna canı sağ eləsin, yardım əllərini uzatdılar. Doktoru kim olub? Həkimi kim olub? Həkimi olub, sona doktor. Hər şey özəl edirdilər. Dərmanları. Hər şeyin özəl edirdilər, Allah canlarını sağ eləsin. Hər şey yəni razıydı. Razıdır, yoldaşım elə özü də razıdır, mən də elə razıyıq, çox sağ olun, Allah var eləsin. Rəhmət Bəxtiyar Abdullah. Buna nəyə görə müraciət eləmişsiniz Respublika Klinik Xəstəxanasına? Xəstəm var, ona getmişəm, burada sığorta ilə inşallah müalicə olunmalı. Problemi nədir? Problemi elə belə uşaqla əlaqədardır, uşaq olmalı. Razısınız bu xəstəxanadan? Bəli, razıyıq. Sığorta ilə göstərirlər, hər şey yaxşıdır, öz qaydasındadır, bəli. Çox sağ olun fikirlərinizə görə. Mikailova Güllü. Çox yaxşı baxırlar. Həkimlərin dili o qədər şirindir ki, adam nətər o tabletkadansa o həkimlərin o şirin dili ilə sağalır. Çox razısınız. Yəni razısınız. Çox yaxşı, hamısı yaxşı. Bağlı müraciət eləmişsiniz. Nə problem? Problemlə. Sığorta ilə müraciət eləmişsiniz. Hamısına sığorta. Vəbşə hara sığorta ilə gedirsənsə hamısı gözəl baxır. Həkimlər, medsestralar dilləri çox şirindir. Əsas odur. Əsas həkimin ki dili şirin oldu, o xəstə tez sağalır. Hüseynov Sakit. 2 ayda əməliyyat olmuşam, böyrəyim götürülüb. Müraciət edirəm, pensiya düzəlim, iş qüvvəm yoxdur. Şimdi burada fonografiya olmaq istəyirəm də, gəlmişəm yoxlanmağa prosto. Siz yoxlanışa gəlmişsiniz. Yoxlanışa gəlmişim. Sığorta ilə gəlmişsiniz yoxlanışa. Sığorta ilə. Necə razısınızmı? Buranın icbari tibbi sığorta xidmətlərindən razısınız? Razıyım, oradan razıyam. Mən Yardımlı rayonundan gəlmişəm, 2 dənə kiçik nəvəmi gətirmişəm. Həkimlərdən çox razıyam, Allah razı olsun. Şəraiti də çox gözəldir buranın. Sığorta ilə gəlmişsiniz. Yox, sığortanı buradan götürəcəm. Heç yanından götürməyə ehtiyac yoxdur. Gəlirsən burada, hər şey həll edilir. Sığorta ilə əməliyyat olunacaq nəvələr. Bəli, sığorta ilə əməliyyat olacaq. İnşallah görək qismətimiz nə çəkir. İnşallah yaxşı. Hər şey özündən normaldır, xəstəxanamızda da razılıq. Tutası arada bu bizi narahat eləyir. Burada sistem işləmir. Ora baxsalar, oraya da düzəliş versələr, xalq bax bu qədər burada əziyyət çəkməz. Ən əsası budur. Birinci bağlı gəlmişsiniz. Mənim ayağım çartlayıb. Sığorta ilə. Sığorta ilə. Hər şey yox, yaxşıdır hər şey. Yəni həkim də yaxşı həkim. Kiminiz kimdir? Ürfət həkim. Ürfət doktor. Yox, razıyam. Çox yaxşı doktordur. Bir dənə çətinlik bax budur. Vəsə, başqa çətinlik yoxdur. Həkimlərin günahı yoxdur. Həkimlərdə heç bir şey. Bax burada. Saatlarla gəlib durursan burada o şiritdə. Neçə gün vaxtların gedir. Amma o həkimlər əla baxır bu heç. Özdə mən elə adamam ki, sözün düzünü deyirəm. Heç qorxum zadım yoxdur. Nədən qorxacam? Düz danışan adamam mən. Həkimlər yaxşı biz. Göz qabandadır da bura. Söhbət o həkimlərdən getmir.
Baba bura. Cəmaatı belə incidirlər. Yəni saatlarla o kirit bu düz gəlmir axı. Amma gedirsən ora yaxşı baxırlar. Çox sağ olun. Sağ olun. Ölkəmizdəki icbari tibbi sığorta sahəsində atılan addımlarda vətəndaş məmnunluğu istiqamətində görülən işlər demək olar ki, 80-90% öz bəhrəsini verməkdədir. Biz bunu Respublika Klinik Xəstəxanasında vətəndaşlarla apardığımız sorğuda da şahidi olduq. Demək olar ki, icbari tibbi sığorta sahəsində müraciət edən xəstələrlə həkimlərin arasında olan münasibət əvvəlki illərə nisbətdə müsbət istiqamətdə böyük dəyişikliyə səbəb olmuşdur. Hazırladığımız reportajda da gördüyünüz kimi bir sıra texniki problemlər var ki, belə halların aradan qaldırılması üçün hazırlanan yeni layihələr problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Hoş gəlmisiniz. Respublika Klinik Xəstəxanasının Tədqiqat Şöbəsinin müdiri Elman Hüseynov. Əvvəla onu deyim ki, bildiyiniz kimi Respublika Klinik Xəstəxanası Qafqazın ən böyük xəstəxanalarından biridir. Bizim xəstəxanamızda çarpayı sayı 895 çarpayımız var və çox profilli bir xəstəxanadır. Həm cərrahiyyə üzrə, həm terapiya üzrə və 2025-ci ilin 1-ci rübündə stasionar xəstələrimiz 4041 müraciətimiz olub 3 ay ərzində. Ambulator xəstələrimiz isə təqribən ümumi olaraq səhv etmirəmsə 93278 ambulator xəstə müraciət edib. Ümumilikdə təqribən 97400 civarında müraciətimiz olub və maksimum çalışmışıq ki, pasientlərimizin tibbi xidmətə əlçatanlığını təmin edək. Bizim üçün xəstələrimizin, pasientlərimizin məmnunluğu ön planda olur həmişə. Hal-hazırda Respublika Klinik Xəstəxanasının bir korpusunda əsaslı təmir-tikinti işləri aparılır və təmir-tikinti işləri başa çatdıqdan sonra hədəflədiyimiz, planladığımız bir çox yeniliklər tətbiq edəcəyik. Amma bu son illər ərzində də kifayət qədər yeniliklərə imza atmışıq. Məsələn, artıq travmatologiya, ortopediya şöbəsində endoprotez əməliyyatları həyata keçirilir. Bu yenilikdir. Xidmətlər zərfi çərçivəsində əlbəttə ki, məsələn, elektromioqrafiya deyilən bir cihaz var. Əvvəllər tətbiq eləmirdik. Xəstələr digər tibb müəssisələrinə və yaxud da ki, özəl tibb müəssisələrinə əlbəttə ki, icbari sığorta çərçivəsində göndərir. Artıq özümüz icra etməyə başlamışıq. Kardiologiya şöbəsində artıq stres test özümüz tətbiq edirik, stres testi və təmirdən sonra, bayaq dediyim kimi, əsaslı təmir-tikinti işləri gedir, hətta tikintilər də olacaqdır. Reanimasiya şöbəmizi kifayət qədər çarpayı sayını böyütməyə hədəfləyirik. Kardioloji mərkəz yaranması dövlət tərəfindən planlaşdırılır, Respublika Klinik Xəstəxanasında qurulacaq. Və bir çox digər yeniliklər inşallah təmirdən sonra bunlar hamısı həyata keçəcək.